bu məsləhətlər biraz yersiz olar. Orada hər şeyi dəqiqliyi ilə sahib başlamaq lazımdır. Amma kiçik bir sahibkardan söz aparırıqsa, cəsarətli olub və məncə ilk başdan bir şeyə başlamaq lazımdır. Artıq işin içində də əlavələr olacaq, yəni o onsuz da. Mənə görə Addım Otahəbli xanım böyük bir biznes sahib xanımdır. Kiçiyi məncə böyük yoxdur onun. Yəni əsl addım atmısınız və bu gün də bura gəlmisiniz ki, fayda verəsiniz. Siz dediniz ki, Türkiyədə marketinq təhsil almısınız. Bəli. Həmin marketinq təhsil aldıqdan sonra artıq sizin bu biznes plan var idi, düzdür? Biznesiniz var idi. Bu artıq iş gedirdi, bəli. Bunu mən onlayn idarə eləyirdim. Aha. Oradakı təhsil aldığınız müddətdən sonra və müddətdən əvvəl necə dəyərləndirirsiniz? Nəyi səhv etdiniz, nəyi düz etdiniz? Bir çox şey var idi. Təbii ki, orada bizim müəllimlər mütəxəssislər idi, neçə ilin hocaları idi və mən öz brendim barədə də orada sunum hazırlamışdım. Onların da fikirlərini soruşdum. Misal üçün məndə ilk başda ipək şallardan başlamışdım. Bu ipək də özünüz bilirsiniz, bahalı material sayılır. Və sonra növbəti ildə mən düşündüm bir tişörtlər əlavə edim. Fikirləşdim ki, tişört elə bir məhsuldur ki, hamı alır, hər kəsə lazımdır. Yəni onun ortası, aşağısı yoxdur da, ildə bir dəfə dəyişilir də, elədir ki, boğazı falan saralır. Amma məsəl üçün mənim hocam dedi ki, bu yanlış bir addım idi və əslində o da doğrudur, çünki satışlar çox zorla yəni satıla bildi o tişörtlər. Nəyə görə? Çünki artıq mənə hitap eləyən müştərilər, məni tanıyanlar dediyim kimi orta üst alındı. Elə alındı ki, çünki bunu ala biləcək insanlar, bugünkü gündə 100 manat üzərində bir əşyaya verə biləcək insanlar artıq məni biraz premium kimi qəbul etməyə başladı və bu məhsul biraz altda qaldı. Altda qaldığı üçün də çox maraq yaranmadı. Reputasiyanızın aşağısında oldu. Bəli, mən misal üçün corab satsam, sonra tişört əlavə etsəm, bu ikisi bir-birinə tandemdə uyardı. Amma şərflə kofta biraz uyğun gəlmir. Sırf tişört olaraq o biraz elə bir ki, günlük, asant, yəni ki 20 manat civarında bir şey olduğu üçün insanlar ya bilmirəm, ya o alıcılara mən tuta bilmədim. Mağaza yoxdur sizdə, offline, onlaynda? Əslində onlaynda, amma çalışdığım bir showroomlar var ki, onlarda mən stend kiralayıram. Belə bir sualım var, siz işinizdə süni intellektdən yararlanırsınızmı? Aktual suallardan biri. Mən süni intellekti əslində özüm üçün keçən ildən kəşf elədim. Mən deyə bilmərəm ki, mən illərdir ondan istifadə edirəm. Amma daha çox tekst tərəfindən, content maker və yaxud bəlkə hansısa reels üçün bir süjet. Amma yenə də ona ana xətləri, ana istədiyim yəni çizgiləri mən ona deyirəm. Onun üzərində mənə bir ssenari yazır. Tam da yəni ona hər şeyi buraxmıram və sonunda yenə də yoxlayıram onun yazdığını. Çünki əslində mən hər şey çox şey rus dilində yazıram. O sonra Azərbaycan dilinə çevirir. Olur ki, biraz qarşılıq düşür, sərt tərcümə olur. Hər nəsə görürəm ki, bir yerdə məna qopur, orasını düzəltməli oluruq. İnsan əli dəyməlidir. Sevgi xanım, siz də təhlükəsiz süni intellektin sizin peşənizə. Təhlükəsi? Bəli. Gələcəkdə Sevgi xanım kimi, sizin kimi şəxslər təhlükəsi varmı? Yəni bu günləri mən götürüb yazsam süni intellektə ki, mən belə bir şərf istəyirəm. Belə bir qrafik istəyirəm. Bu rənglərdə, bu çalarlarda istəyirəm. O mənə yarada bilər. Mən hal-hazırda bir əsas ChatGPT-dir, bir də Midjourney var, xüsusi qrafistlər üçün bir proqramadır. Mən onun elə super işlərini yəni görmədim. Nə qədər də ona tasklar verdim. Yox, o ruhu, o canlılığı ötürə bilmir. Və bizim Azərbaycan naxışları çox da belə deyim ki, resurslarda olmadığı üçün çətindir. O tapa bilmir, yəni. Bu sizin üçün və bizimkilər üçün üstünlükdür. Bəli, biz biraz belə kiçik ölkəydə bizim tariximiz, bizim kitablarımız çox da yoxdur, skanları falan ümumi şəbəkələrdə. Onun üçün resurs olmadığı üçün tapa bilmir. Hardasa gedir Təbriz xalçalarından istifadə edir, nəsə fars kulturasına gedir, çıxır, amma Azərbaycanın özünü çətin tapır. Mən bir-iki dənə istədim köməkli eləsə mənə Naxçıvan dizaynı yaradaq. Wow, bir şey etmədi. Yəni çox belə kobud bir şeylər yapışdırdı. Naxçıvan olaraq sonra qonaq aparıb göstərə bilərik. Bəli, biraz çətinlik çəkirəm. Bir dəfə Naxçıvanda olmuşam. Biraz da dərindən tarixini bilmədiyim üçün mənə ilham üçün bir şeylər lazımdır. Ona görə də arada düşünürəm ki, nəsə lazımdır. Arada gedim Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Düzdür, orada Nuh gəmisi vardı. Onu düşünürəm istifadə etmək. Amma yaxşı. Seven Slippers'dan da istifadə edə bilərsiniz əslində, hesab keyfinə bağlı. Nuh gəmisi heç ağlıma gəlməmişdi. Nuh gəmisini istifadə edən xanımların beyni çox fərqli işləyir. Onu bir daha sürətli işləyir. Həm də biz multitask sayılırıq da, bir müxtəlif mövzuları eyni zamanda fikirləşə bilirik. Sevil xanım, indi fikirləşək ki, bizə baxan insanlar arasında
artıq sizin kimi ideyası var, sosial şəbəkəsi var, yaradıblar, amma tərəfdaşı yoxdur. Yaratdığı məhsulu sata bilmir. Tərəfdaş tapmaq üçün nə məsləhət görərsiniz? Nə etməlidirlər? Ya bu yaxınlarda bir dənə psixoloqun ekspert idi, psixoloq idi, bilmirəm kiminsə çıxışını gördüm və ondan soruşdular ki, 2025-ci ilin ən əsas bacarığı da skillsi. Bu da kommunikasiyadır. Connection, kommunikasiya. Sadəcə bunu deyə bilərəm. Çünki insanlar o biri insanlardan asılıdır. Özəlliklə də bu satışa gedir, çıxırsa, mütləq yeni tanışlıqlar, düzgün kanallarla, yəni insanlarla tanışmaq o biznesdə çox dəstək olur. Yəni, bəzən bir tərəfdaşın qapısına gedirlər, amma geri çevirirlər, məsəl üçün də qarşı tərəfə maraqlı olmur. Burada sizə sunum mu pis olur, yoxsa bu çox normaldır. Çox normaldır. Hamını seçmək məcburiyyətində deyil. Yəni ki, 100 nəfərdən ikisi sənə okey versə, bu belə gözəl nəticədir. Bəli, bu gözəl nəticədir. Ona ruhdan düşməyin. Ruhdan düşməmək lazımdır və hər kəs sizə bəli, gəl qəbulumdasan cavabını verməyəcək. Buna da hazır olmaq lazımdır. Sevil artan xarici qonaqlar tərəfindən məhsulları diqqət çəkir də. Sizin öz məhsullarınızı bayaq dediniz ki, turistlər də alır, öz ölkələrinə aparırlar. Bu sizi ilhamlandırırmı ki, öz brendinizi ölkə xaricinə çıxarasınız? Təbii ki, çox xoşdur. Bu hisslər qürur vericidir. Hətta mən formula üçün özəl bir kompozisiya yaratmışdım. Termo krujkalar idi və şallar idi. Və mənə İsrail səfirinin konsulu kimsə yazdı ki, dedim, mən də bunu gedib almaq istəyirəm də, getdi mağazadan əldə etdi. Bu mənim üçün çox xoşdur. Xarici bir insanlar bəyənirlər. Birisi ki, onların zövqü biraz bizə görə fərqlidir, amma onlara belə bəyəndirmək mənə xoş olur. Xarici bazarlara da mən ara-ara bunu cəhd etdim. Yəni, bir ara Rusiya bazarına çalışdım ki, satış edim. Sonrasında Türkiyədə yaşadığım müddətdə Türkiyədə. Amma əsl hədəfim təbii ki, Amerika və Dubay olacaq yaxın gələcəkdə. Rusiya Türkiyədə alındı mı? Bir müddətdən sonra yox, istədiyim nəticəni vermədikdən sonra düşündüm ki, o xərclər o gəlirin qarşılanır. Qərbi Avropada və Amerikada məncə alınır, çünki onlar həmişə şərq mədəniyyətinə və şərq ornamentlərinə maraq göstərirlər. Bəli, biz onlara biraz ekzotika kimi gəlirik, çox da tanınmamış ola bilərik, amma maraqlı ola bilər. Burada bir məqam var ki, yəni bu mənim şəxsi təcrübəmdən yola çıxıram ki, mənim özümün də orada gedib olmağım lazımdır. Buradan uzaqdan bir yerə qədər gedəcək işlər. Bəli. Orada özünüz o işin içində bəli, o enerjini verməyi orada olmaq. İstəyirəm, sizin ipəklərdə Azərbaycan simvollarıdır və bizim tarixi, mədəniyyəti, ailəli hissələrimizdə. Bəlkə siz məsələn Rusiyada və yaxud Dubayda və yaxud Amerikada həmin bu şalları satmaq üçün onlarda bir mədəniyyət araşdırsınız, onlara uyğun dizayn edəsən, bizim rənglər və yaxud da bizim mədəniyyətin cizgiləri onlara maraqlı olmaya bilər, amma özlərinki bəlkə maraqlı. Kombinasiya olunmuş bir şey. Məsələn, bu şərfin üstündə bəlkə bir özgürlük heykəlinin, yəni aça bilərəm azadlıq heykəlinin o simvolu olsa məsəl üçün, bəlkə onlar daha maraqlı. Siz burada nə görürsünüz? O qartalı görürük, Abşeron yarımadasını görürük, Xırdalan kruqunu görürük. Bəli, əslində bu kolleksiyada da Abşeronu idi, elə dalğalar, balıq, Abşeron. Neft buludlarını gördük. Neft buludları və bu da yenə dəniz ornamentləri, dənizin içində yaşayan heyvanlar və rənglər də belə dəniz dalğasına yaxın. Əslində bu çox bəyənilən rəng oldu. Yəni ki, bunu müşahidə etdim ki, Azərbaycanda qadınlar bu mor rəngini daha çox bəyənirlər. Larcıvar, moru bəyənirlər. Birinci mavidir, sonra bu firuzəyi, bir də bu. Mən o rəngi çox bəyəndim. Mən bəs tündləri xoşlayıram. Kişilərdən normaldır. Hə, o çox xoşuma gəldi. Daha feminen görünür, ona görə xanımlar sevir. Mən Amerikada və yaxud Rusiyada məsəl üçün o Leninin bəlkə indi şəklini olub söyləsək. Onun Lenin şəkli olan yaylığı şərfi kim yazsın? İndi məsəl üçün modadır, başa düşmək istəyirəm. Bəlkə onlar olsa, onların mədəni irsi əlaqələri ilə bağlı bir şey olsa. Nəsə bir şeyləri əks etdirmək olar bir ideya kimi, amma mənim brendimin hələ ki missiyası da Azərbaycanı təbliğ etmək. Çünki az öncə də söylədim, biz bir ölkə kimi nüfuzumuz da azdır, yəni ki, bizdə toplumun sayı da çox deyil və bizim tariximiz bir neçə dəfə başqa tarixlərlə qarışdı, başqa ölkələrlə müdaxilələr olundu. Ona görə bir yerdən sonra qopduq və biz çox tanınmırıq dünyada. Bəli, yaxşı olardı ki, bizim öz tariximizi misal üçün yaşatmaq. Qobustan ideyasında da əsas məqsəd məndə o idi ki, bilirsiniz ki, ilk insanların yaşadığı mağaralardır və bunu əks etdirir ki, bizim sivilizasiya çox dərinə gedir. Yəni ilk sivilizasiyalar bizdə yaranmışdı.
kimsə deyir Afrika, kimsə deyir Şumera, amma eyni zamanda Azərbaycanda da bu sivilizasiya var idi. Və nə qədər ki sivilizasiya dərində olduğunu o insanların daha inkişaf etmiş, daha öncədən yazıya, oxumağa gətirib çıxardan bir səbəbdir də. Ona görə də kimsə nələrisə deyəndə öncə düşünəcək ki, məsələn bizdə bu qədər darin tariximiz var. Tariximizi incəsənət vasitəsilə, sənətkarlıq vasitəsilə həm yaxşı mənada tanıdı, həm də belə deyək, sataraq daha çox kütləyə çıxa bilərik. Yəni məncə yaxın şərqin həqiqətən ən müasir Avropasıyıq biz. Yəni coğrafiyamız buna əl verir və niyə də siz dediyiniz kimi olmasın. Mən çox xoşdur ki, siz bu günlər Azərbaycanda, inşallah səhərsi gündə Amerikada və yaxud da Dubayda bizi təmsil edə bilərsiniz. Mən sadəcə fikir kimi dedim ki, bəlkə fikirləşdim satışı artırmaq üçün bəlkə onların da əslində əlavə bir xətt kimi bu ola bilər. Əlavə bir xətt kimi. Amma çıxmamaqda o xəttdən çıxmamaq. Sizin bir qoyduğunuz o nəzəriyyədən çıxmaqla sadəcə bir qol olaraq, bir yarpaq kimi düşündüm. Doğru fikirdir. Yəni o bazara adaptasiya olmaq üçün də belə bir şeylər ola bilər. Onunla gəl deyirik, məsələn onların üçün sonra öz malımız satır. Əslində mən belə başa düşürəm ki, Sevil Art artıq şəxsi brenddən çıxır, milli brendə çevrilir və bu brendin böyük və işıqlı yolu var. Təşəkkür edirəm. İnşallah ki olur. Sevil xanım, bəs əlavə olaraq siz o respublikalarda, dizaynerlərdə ən çox hansı rəngdən istifadə edirsiniz? Ən çox satılan rəng xanımlar ismi mordur. Yəni ancaq o satılır, yoxsa bənövşəyi rəng. Bəli, mən onu görürəm ki, xanımlarımız bəyənir o rəngi, amma mənim özüm firuzəyi rəngi çox bəyəndiyim üçün o daha çox var. Təbii ki. Və qırmızının belə korallov rəngi, yəni mərcan rəngi sayılır da, qırmızı ilə mərcan arasında olan rəngi də çox xoşlayıram. O da demək olar ki, bir çox dizaynlarda var. Yaxşı, qrafik dizayner olaraq bu təhsili necə öyrəndiniz? Yoxsa əvvəldə həvəs var idi, yoxsa arzudan çoxdan cızmaqara etmişsiniz bunu da sonradan? Demək ki, mən Rusiyada doğub böyüdüm və orada məktəbdə oxuyarkən əlavə rəsm məktəbinə də gedirdim və uşaqlıqdan belə çox həvəsim var idi ki, qələmlə məktəb qazetalarını çəkirdim divarlara bayramdan bayrama. Məsələn, indi yeni il ərəfəsi idi, mütləq yeni ilə aid bir dənə Şaxta baba ilə şam ağacı ilə bir sten qazetalar olardı. O həvəsim artıq məktəb illərinin sonuna yaxın valideynlərim düşündü ki, bunu peşəkar bir məktəbə qoyaq. Ondan sonra da artıq qərarımı tam vermişdim ki, dizayner olacağam. Yəni rəssamlıq akademiyasında nə isə bitirəcəm. Tam bilmirdim qrafik dizaynerimi, modamı. Bəlkə daha çox hətta modanı istəyirdim. Sonra artıq burada gələndə peşə seçəndə gördüm ki, ayrılır, yəni moda qrafik dizayn içində deyil. Bu daha yaxşıdır məncə modadan. Hə, moda daha çox geyim, yəni onun konstruksiyası və s. şeylər, amma onu da əlavə universitet vaxtı şəxsi gedib öyrəndim, yəni o arzumu da boş qoymadım. Sadəcə tikmək istəmirəm, yəni çünki çox zəhmətli bir, xırda bir işdir. Amma bir il falan elə bir şeylərdə prob elədim, tikdim bir şeylər. İncəsənət sahəsi elədir ki, incəsənət ruhlu insanlar mütləq, mən fikir vermişəm, yazmağı bacaran biri oxumağı da bacarır, çəkməyi də bacarır. Sanki o insanlar incəsənətin hər bir sahəsi üçün uğurlu və bacarıqlı doğulurlar. Rus dilində bir kəlmə var, deyir talantливый человек, talantливый во всем. Yəni ki, bu bacarıq bir çox şeydə özünü əks etdirir. Eyni zamanda yemək bişirməkdə, masanın servis etməkdə, bir çox şeydə özündə tapır. Özünü biruzə verir hər yerdə. Sevil xanım, yekun olaraq bizim izləyicilərimizə çox zövqlü, çox ürəkdən bir çıxış hazırladıq, gün keçirdik. Nə demək istəyirsiniz? Arzularınız, sözünüz, tövsiyəniz? Elə bir təbii ki 2026-cı il at ilidir, uğur ilidir. Düşünürəm ki, hər kəs muradına çata biləcək. Onunla da bərabər öz üzərində işləyib məqsədlərinizi boş buraxmamaq kimi bir arzum, tövsiyəm var. Çünki hər bir böyük projenin, hər bir böyük layihənin içində xırda bir addımlar yatır. Gündəlik, sistemli şəkildə az-az da bir şeylər etsəniz, mütləq öz nəticəsini tapacaq. Eyni zamanda da hətta sizə aid olmayan sahələrlə də maraqlanmaq çox təcrübə verir. Bunun içində dil öyrənməkdir, bunun içində coğrafiyanı bilmək, səyahət etmək, istəmək. Çünki ilk başda hər şey istəməkdən gəlir. Və beləliklə hər kəs öz yolunu tapacaq düşünürəm. Bir də qırmızı at ili gəlir. Mənim şəxsi tövsiyəm odur ki, yeni ili qırmızı rəngdə qarşılamaq yaxşı olardı. Qırmızı rəngdə. Mütləq mən qırmızı rəng geyəcəm Allahın köməyi ilə. At gözəl rəmzidir, bəli. İnşallah xeyirli olar, uğurlu olar Sevil xanım. Tövsiyəniz minnətdarıq.
Çox sağ olun. Sizin də dəvətiniz üçün mən minnətdaram. Çox xoş oldu ki, sezon finalı sizin elədi həqiqətən. Gözəl xanımlar, gözəl notlar və incə bir mövzuyla. İncə bir mövzunu bağladıq. İli bağlayırıq. İncəcik ili bağlayırıq. İli bağlayırıq və incə bitdi, belə deyək. Həqiqətən termosun çox xoşum gəldi. Onun Naxçıvana aid bir şey olsa. Biz sizinlə bunu müzakirə eləyək, tamam mı? Şeydən podkastdan sonra siz mənə ideyalar verin ki, nələr Naxçıvan niyə Lənkəran da olar? Olar, indi o da olar, problem deyil. Limonlarla. Limonlarla. Amma mən çox bəyəndim. Həqiqətən indi o Şuşadır, bir bağrımız, ürəyimizin bir parasıdır. Burada laylə gülləri də bilirsiniz ki, Şuşada var da ya may ayında çox. Ümumiyyətlə bütün bölgələrimiz bizim bağrımızdır, gözəlimizdir. Amma indi mən Naxçıvanlı biraz olduğum üçün istəyirəm ki, stolumun qabağında Naxçıvan olsun termos olsun da, yəni. Qəşəng olar Naxçıvanın Naxçıvan kolleksiyasını bərabər gedib Naxçıvanda onda prezentasiya eləyərik. Limonlu kolleksiyada mən gözləyirəm. İnşallah. İnşallah. Belə əziz dostlar, xoş notlarla görüşümüzü, ilimizi yekunlaşdırırıq. Gələn ildə yeni qonaqlar, maraqlı mövzular və xoş notlarla yenidən görüşmə ümidi ilə özünüzə yaxşı baxın, sağlıqla qalın. Uğurlu il arzu edirəm sizə. Hər birinizi təşəkkür edirəm. Sağ olun. Sağ olun.